Birinizi salamlayıram. Ümid edirəm ki, hər şey yaxşı gedir və biz mart ayı dedik ki, sevgi mövzusuna həsr olunacaq və bu ay üçün növbəti bir videonu istəyirəm ki, sizlərlə paylaşım. Düşündüm nədən danışım. Sizlərdən də müəyyən fikirlər aldım Instagramda və belə bir qərara gəldim ki, bu dəfə özümün də araşdırmağı çox sevdiyim bir mövzunu sizlər üçün YouTube-da bir balaca danışım. Sizin də fikirlərinizi alım əslində bu barədə. Bu dəfə mən sizinlə danışmaq istəyirəm evlilik karmasından. Maraqlı gələ bilər. Niyə və mən niyə bu mövzunu belə həyəcanlı, gülə-gülə təqdim edirəm? Halbuki heç də adı çox da belə gülə-gülə səslənmir. Evlilik karması, evliliyin karması hətta deyək biz buna. Ona görə ki, mənim belə üstündə çox işlədiyim və çox araşdırdığım bir mövzudur və onun həyəcanı var məndə ki, bu dəqiqə həmin bu mövzunu mən sizə təqdim edirəm və düşünürəm ki, sizlərdən də bu barədə maraqlı, müəyyən, yəni təcrübələr, müəyyən sizin fikirlərinizi ala bilərəm. Ümumiyyətlə məni uzun müddət izləyənlər, dinləyənlər bilir ki, mən çox şeydə məntiq axtaran biriyəm, amma ona görə yox ki, belə deyək, mən bu tərz bir insanam. Yox, ona görə ki, əslində kainat belədir. Yəni kainat, həmişə deyirəm bunu, sehirli bir yer deyil, nəyin necə olduğu bilinməyən bir yer deyil. Kainat tam tərsinə çox sistemli, çox riyazi qanunlarla həmişə deyirəm, idarə olunan bir yerdir. Yəni, burada heç nə boşuna yaşanmır. Mən buna inanıram və dəfələrlə də bunu özüm, belə deyək, şahidi olmuşam. Gələk bu işin karma hissəsində. Mən düşünürəm ki, karma sistemi özü, yəni bu riyazi, kainatın bu riyazi məntiqinin bəlkə də ən böyük göstəricilərindən biridir və o qədər sistem dəqiq işləyir ki, biz əgər karmik sistemə inansaq, reinkarnasiyaya inansaq, yəni sistem göstərir ki, sənin etdiyin heç nə qarşılıqsız qalmayacaq. Yəni sənin etdiyin yaxşılıq da qarşılıqsız qalmayacaq. Sənin etdiyin hər hansısa bir neqativ, hər hansısa bir pislik deyək də bundan baxmayaraq ki, kainatda yaxşı pis anlayışı da yoxdur. Amma qarşılıqsız qalmayacaq heç nə. Yəni hər şeyin indi birazdan bu barədə danışacağıq, amma kimlər ki aranızda məsələn finansda işləyir, maliyyədə işləyir, bilmirəm, mühasibatlıqda işləyir, onlar bunu bilib yaxşı bilərlər ki, hətta mühasibatlıqda da bu var, yəni double entry sistemi var ki, bir-biri ilə, yəni debit var, kredit var və bunlar bir-biri ilə nə olmalıdır, uyğunlaşmalıdır. İndi biz birazdan mən karma borcu və pozitiv karmadan danışanda bunu daha yaxşı başa düşəcəksiniz. Yəni hətta təsəvvür edin ki, kainatın bu sistemi bugün ən bəsit mühasibatlığın belə təməl qaydalarından biridir. Double entry sistemi, debit və kredit sistemi. İndi birazdan danışanda daha çox aydın olacaq hər kəsə. Evliliyin karması nə deməkdir? Birinci onu sizə başa salım. Ümumiyyətlə biz təkrar edirəm, əgər siz karmik sistemə inanırsınızsa, yəni bu belə deyək, spirituallıq, karmik sistem, numerologiya, matris, yəni bütün bunlar əslində eyni məntiqin ətrafında qurulan sistemlərdir, ideologiyalardır. Və əgər siz bu sistemə inanırsınızsa, o zaman mən sizə deyə bilərəm ki, bunu bir dəfə də yayda biz əslində bütün 1 saatlıq bir video çəkmişdik karma ilə bağlı. Orada da mən çox az demişdim bu barədə, amma indi daha detallı danışmaq istəyirəm sizə. Bir insan ən çox biz dedik ki, bundan öncəki videoda da ki, ən böyük karmalarını adətən sevgi ilə ödəyir. Sevgi və pul. Amma sevgi daha ön plandadır. Çünki biz dedik ki, sevgini biz çox fərqli formalarda, hər kəslə fərqli formada bir sevgi yaşayırıq. Valideynlərlə, uşaqlarla, atamız, anamızla, itlə, pişiklə, hava ilə, hər şeylə və fərqli formalarda biz karma ödəyirik. Amma bir insanın həyatı boyu sürən ən belə uzun müddətli karması nədir deyə soruşsalar, mən buna deyərəm ki, mən yox, elə spirituallıqla maraqlanan, karmik sistemini öyrənən hər kəs bəlkə də deyər ki, bu evlilikdir. Nəyə görə? Çünki təsəvvür edin ki, siz bir insanla tanış olursunuz, onunla evlənirsiniz. Bura boşanma da aiddir bu arada. Yəni boşanmış olsanız belə bu fakt dəyişmir. Çünki lap evləndiniz, sonra boşansanız belə yenə də ömrünüzün sonuna qədər bu insan
sizin həyatınızda bir izə sahibdir, düzdür? Baxın, budur. Yəni o hər kimsə deyil, o gəldi gedər biri deyil. Bir şəkildə siz onu xatırlayırsınız hansısa bir səbəbdən. Çünki həyatınızın bir hissəsində olublar, boşanmış, ayrılmış olsanız belə. Amma digər yəni hallarda heç boşanmır insanlar və ömrünün sonuna qədər bir insanla bir ömür keçirdir. Və təbii ki, özünüz fikirləşin, siz bir bilmirəm, oyun qurucu olsanız, siz bir sistem qursanız və fikirləşsəniz ki, bir insana fərqli formalarda təcrübə yaşatmanın ən asan yolu hansıdır deyə düşünsəniz, siz yəqin ki, siz də baxarsınız ki, evlilik elə var da, yəni hazır bir evin içində iki insan var. Gəlin biz bunları nə edək? Yəni bunlar bir-birinə təcrübələr qazandırsın, bir-birinin vasitəsilə öyrənsin, inkişaf etsin, təkamül etsin. Yəni evliliyin karması bu deməkdir əslində. Və təsəvvür edin ki, bir evli bir cütlük münasibətləri dövründə birlikdə nə qədər çox karma ödəyir, kiçik və böyük. Ümumiyyətlə karma deyəndə insanların ağlına həmişə belə böyük, qorxunc şeylər gəlir. Yox, bu belə deyil. Yəni burdan indi mən durum, ayağım bir balaca ilişsin, balaca nə deyirlər ona, çeçələ barmağım incisin. Karmik sistemə görə o belə bir, yəni karma ödədim hansısa bir formada və yaxud da ki, yoldaşınız corablarını geyinir, sonra çıxardır, yerə atır, yerinə qoymur. Siz orada əsəbləşirsiniz. Yəni burada belə bir karma ödəyirsiniz əslində. Nə bilim, siz hər yerə çox tez gedən birisiniz, amma yoldaşınız çox yavaş, belə hər şeyi yavaş-yavaş eləyən biridir və siz onu gözləyərkən əsəbləşirsiniz, sinir, stres keçirirsiniz. Bu belə bir karmadır. Yəni karma deyəndə ağlınıza illa da böyük fəlakətlər və s. gəlməsin. Karmik sistemdə yəni bütün kiçik detallar çox belə detallı bir formada düşünülüb. İndi evliliyin karması işinə biraz daha ciddi yanaşsaq, çünki bu əslində indi mən belə əyləncəli və yaxud da ki, həyəcanlı danışıram, amma eyni zamanda da çox ciddi bir mövzudur. Təbii ki, kimlər buna inanırsa, kimlər bunun belə olduğunu düşünürsə. Baxın, karmik sistemdə ümumiyyətlə heç vaxtı iki insan bir araya boşuna gəlmir. Yəni iki insan bir araya gəlirsə, bu arada burada indi biz sevgi münasibətlərindən, evlilikdən danışırıq, amma fərqi yoxdur. Qayda hər kəs üçün keçərlidir. Dostunuzla da bir araya boşuna gəlmirsiniz, qonşunuzla da, itinizlə də, pişinizlə, yəni heç kimlə bir araya boşuna gəlmirsiniz. Sistemdə hər şeyin bir məntiqi var. Amma biz partnyordan və evlilikdən danışırıqsa, iki insan bir araya gəlirsə, məsələn bir evliliyə qədəm qoyursa, burada belə bir sual yaranır ki, bu iki insan bir araya niyə gəlib? Sual budur. Yəni siz bu insanla 20 ildə evli olsanız sual budur, 10 ildə olsanız, 5 ildə olsanız, ömrünüzün son dəqiqələrinə qədər də birlikdə olsanız, verilməsi gerəkən ən böyük sual budur ki, bu iki insan bir araya nə üçün gəlib? Və bu sualın altında biz baxırıq ki, həm belə deyək, müəyyən dərslər var, bir-birinə öyrədilməsi gerəkən, bir-birindən çıxarılması gerəkən dərslər var, bir-birinə dəstək edilməsi gerəkən nöqtələr var, bir-birinə mane olması gerəkən nöqtələr var ki, yəni dedik axı heç nə səbəbsiz deyil və hər hərəkət bir nəticəyə bağlandığına görə kainat sistemində də yəni ola bilər ki, biri bizə hal-hazırda məsələn pislik edir, amma kainat sistemində yaxşı pis ona görə yoxdur. Bu dəqiqə o bizə pislik edirmiş kimi görünsə də, bəlkə də böyük bir planın parçası kimi o bizə bu dəqiqəsində yaxşılıq etmiş olur ki, biz hansısa bir addım ataq. Yəni iki insan bir araya gələndə verilməsi gerəkən sual, bax bu sualdır ki, bu iki insan bir araya nəyə gəlib və onun altında çoxlu başqa suallar, digər hissələr. İndi gəlin baxaq biz bu işin evlilik hissəsində. Ümumiyyətlə, kimlər ki, biraz daha maraqlanır bu məsələ ilə, yəqin ki, güzgü effekti məsələsini çox eşitmişsiniz. Sadəcə güzgü effektində belə bir problem var ki, insanlar bunu çox yanlış anlayırlar və hər dəfə izah etməyimə, məsələn, mən bunu çox izah etmişəm Telegram kanalımda, güzgü effektini, dəfələrlə podkastlarımda da izah etmişəm, amma yenə də insanlar bunu sanki tam olaraq qavramaq istəmir ki, güzgü effekti o demək deyil ki, o sənin xəbərin olduğun
olğun şeyləri göstərir. Tam tərsinə güzgü effekti o deməkdir ki, partnyor, yəni qarşı tərəf sənin özündə dandığın, inkar etdiyin, görmək istəmədiyin kölgə tərəflərini göstərir və yaxud da ki, sənin özündə bastırdığın, sənin bəlkə də üzə çıxartman gərəkən və yaxud da ki, onun hərəkəti ilə səndə müəyyən bir tətiklənmə yaşanmalıdır və sən oradan hansısa bir addımı atıb bir dərs almalısan. Yəni güzgü effektinin məntiqi bundan ibarətdir. Məsələn, biz kiməsə deyəndə ki, məsələn, mənim partnyorum çox aqressiv biridir. Mən axı heç aqressiv deyiləm. Yəni bu necə güzgü effekti onda burada hardadır? Və biz deyirik ki, o demək deyil ki, sən aqressiv olmalısan. Bəlkə də sən də çox sakitsən. Bəlkə də məsələn sənin də içində illərlə yığılan bir aqressiya var. Fikir verin, həmişə belə olur. Məsələn, biri sakitdir, biri çox belə emosionaldır, biri çox ciddidir, digəri çox belə laylomdur, heç nəyi ciddiyə almır. Nədir bu iki insanı bir-birinə o zaman bir araya gətirən? Odur ki, biri digərinə göstərir ki, okey, həyatı biraz daha ciddiyə almaq lazımdır. Yəni güzgü effekti budur. Digəri də ona göstərir ki, sən hədsiz çox ciddiyə alırsan. Gəl biraz da boş burax. Bax, bu ikisinin ortası olur ideal münasibət. Bu ikisi ortaya gəlməyəndə də biz bu münasibətin daha belə çətin, daha karmik tərəflərini yaşamış oluruq. Yəni əslində güzgü effekti budur. Məsələn, çox sual həmişə gəlir ki, partnyorum mənə xəyanət etdi. Mən onda belə çıxır ki, mən də xəyanətkar biriyəm. Yəni güzgü effekti bu deməkdir. Yox, bu demək deyil. Partnyor sənə xəyanət etdi. Bəli, ola bilər ki, daxildə, sənin də daxilində bəlkə nə bilim qaydaları pozmaq istəyən, bəlkə də doğrudan da sənin də daxilində elə xəyanət etmək istəyən biri var. Bunu biz bilə bilmərik, amma güzgü effekti illa da bu demək deyil. Bəlkə də ona görə sənə xəyanət etdi ki, sənin də buradan öyrənmən gərəkən bir dərs oydu ki, sən bir insana bütün həyatın boyu güvənməyəsən və sən bəlkə də çox qeyd-şərtsiz ona güvənmişdin. Xəyanət sənə bunu öyrətmək üçün idi ki, insanlara tamam güvən, amma tamamən özünü təslim etmə onlara. Bəlkə də sən bu dərsi öyrənməliydin. Yəni güzgü effekti bu deməkdir. Bunu yaxşıca yadınızda saxlamanızı istəyirəm və evliliyin karmasında da birinci prinsiplərdən biri məhz güzgü effekti prinsipidir. Yəni ki, bu iki partnyor bir-birinə nələri göstərir. Mən hətta bunu öz münasibətimdən də müəyyən ara sıra hekayələr danışanda demişdim ki, məsələn, mən partnyorumla tanış olanda mən belə hədsiz dərəcədə çox disiplinli bir insan idim və hər şeyin çox belə detalına gedən, hər şeyi çox planlayan və partnyorum da inanılmaz dərəcədə son dəqiqəci biri idi. Yəni hər şeyi son dəqiqəyə saxlayan və son dəqiqə edən və bu məni məsələn dəhşətli dərəcədə çox belə narahat edirdi, qıcıqlandırırdı ki, yox da mən bu adamla yəni ümumiyyətlə yol gedə bilmərəm, heç nə edə bilmərəm. O hər şeyi necə son dəqiqə saxlayır. Sonra mən təbii ki, bu mövzuları işləyəndən sonra anladım ki, çünki bəli, güzgü effektidir. Mən tam tərsi olduğuma görə güzgüdə də özümün tam əksini görürəm və mən nə zaman ki başladım öz üstümdə işləməyə, baxdım ki, haralarda mən çox detalcıyam, lazımsız. Baxdım ki, haralarda mən hədsiz dərəcədə çox plan qururam, çox belə nizamlıyam. Yəni kainat mənə göstərir ki, biraz boş buraxmaq lazımdır. Mən bunu etdikcə baxdım ki, yoldaşım başladı məndən çox daha, yəni o zamanki sevgiliyim, sonra nişanlım və s. indi illər keçib üstündən. Baxdım ki, o başladı, yəni birdən-birə daha məsuliyyətlidir, daha son dəqiqə saxlamır. Bəzən artıq hal-hazırda məsələn olur ki, mənim yadımdan nəsə çıxır, baxıram ki, o məndən öncə bunları etdi. Demək ki, o məsuliyyətsiz deyilmiş, düzdür? Demək ki, sadəcə mən bir işi çox belə böyük bir balanssız bir şəkildə aparırmışam. O da mənə digər ucunu göstərirmiş. Mən ortaya gəldikcə o da ortaya gəldi. Bax, məsələ budur. Bu olur bir növ birinci prinsip. Digər bir prinsip nədən ibarətdir? Biz əgər evliliyin karması mövzusuna baxırıqsa, burada çox önəmli bir məsələ onunla ibarətdir ki, hər cütlük, baxın, ümumiyyətlə karmanı bir dənə bunu təkrar deyim, həmişə deyirəm, karma qorxunc bir şey deyil və karma ümumiyyətlə bu dünyaya biz gəlirik ki, yəni o karmik dərslərimiz vasitəsilə öyrənək, inkişaf edək, düzdür? Sizin karmanız o zaman sizin üçün əziyyətli bir hala gəlir ki, siz nə onun içərisindən çıxmırsınız, yəni bir dərs var, düzdür, öyrənməniz gərəkən, siz onu əsla
öyrənmirsiniz və yaxud da ki, hətta dərsin belə bu günlərdə mən baxıram, çox insanın da bəlası budur. Fərqindəliyində yaşayıb, amma oradan çıxmaq istəmir. Yəni artıq fərqindədir ya, məsəl üçün tutaq ki, mən artıq qarşı tərəfdən 5 dəfə xəyanət gördüm, 3 dəfə nə bilim şiddət gördüm, tutaq ki, artıq fərqindəyəm ki, mən özümü çox dəyərsiz bir türklər demiş konuma qoyduğum üçün bunlar mənim başıma gəlir və burdan mənim çıxış yolum odur ki, bu insanla sağollaşım və bir şəkildə yəni öz dəyərimi yenidən formalaşdırmanın arxasıca düşüm. Bunun da fərqindədir, amma deyir ki, Aygün xanım, mən münasibətdən getmək istəmirəm, yox, mən bacarmaram. Amma bu münasibət, bu insan sənin həyatında bunun üçün idi. Yəni sənə bunu öyrətmək üçün gəlmişdi. O partnyorun artıq vəzifəsi sənin həyatında bitdi. Amma sən bitmiş bir şeyi israrla həyatında saxlamağa çalışdığına görə daha da çox problem yaranır. Bitmir də, yəni belə fırlanırsınız və deyirsiniz ki, yox, ancaq o olmalıdır. Yox, hər partnyorun da vəzifəsi, hətta yaxşı gedən münasibətlərdə belədir. Yəni münasibət çox gözəl gedir, hər şey qaydasındadır. Bir müddət sonra bunu dediyimə görə bəlkə də məni çox insan, yəni yanlış başa düşə bilər. Bunu bir neçə dəfə demişəm burada ki, bir səhər oyanıb bir insanı artıq sevmədiyinizin fərqinə vara bilərsiniz. Artıq onunla yolun bitib. Bax, bunun fərqinə vara bilərsiniz və baxmayaraq ki, münasibətinizdə hər şey qaydasındadır. Çünki o da, sən də bir şey üçün bir araya gəlmişdiniz, düzdür? Öyrəndiniz, bir-birinizə öyrətdiniz, yaxşı vaxt keçirdiniz və bir gün artıq yolların ayrılma zamanı gəlmiş ola bilər. Burada ağlınıza ağrılı, acılı bir ayrılma və s. gəlməsinə, bunu yüksək fərqindəliyi olan və bu mövzuları doğrudan da dərinləməsinə başa düşən insanlar daxildə hiss edirlər ki, tamam, bizim yolumuz artıq burada bitir. Və onu bitirməyəndə, baxın, bu insanların da həyatında başlayır çoxlu problemlər yaşanmağa. Çünki onlar ikisi də daxildə bilir ki, artıq bitməlidir bizim münasibət, amma bitirmirlər. Biri qorxur getməyə, digəri deyir ki, yox, bura qədər gəlmişik, bundan sonra da belə davam etsin və s. Bax, bu şəkildə yenə başlayırlar bir-birlərini incitməyə. Halbuki vaxtında qərar verilsəydi, bu şəkildə olmazdı. Yəni, karma o zaman qorxunc hala dönür ki, siz onun fərqinə varmırsınız və daima onun içərisində fırlana gedirsiniz. Daha da qorxunc hala o zaman dönür ki, siz fərqinə də varırsınız. Fərqinə varandan sonra da heç nə etmək istəmirsiniz və deyirsiniz ki, mən burada qalım, başqa cürə olsun. Amma bəzən başqa cürə olmur. Yəni, hər cütlüyün yolu sona qədər bir getməməlidir. Bu belədir. Çünki sizə artıq yeni bir təcrübə, başqa bir nəfəs lazımdır. Reallıq bundan ibarətdir. Və bax, bu şəkildə çox insanın həyatı, baxmayaraq ki, o bəlkə də çox başqa bir yoldan gedə bilərdi, amma tamam fərqli bir şəkildə çox belə ağrılı, acılı, problemlərlə dolu bir həyat kimi davam edir. Bax, bu da bizim əslində karmadan və evliliyin karması dedik biz buna, almamız gərəkən ikinci bir dərsdir. Daha sonra siz mənə sual verə bilərsiniz ki, yaxşı, biz bunu başa düşdük, biz bu işin içərisindən necə çıxa bilərik, düzdür? Birincisi ondan ibarətdir ki, bağışlamadan həqiqətən buraxmaq olmur. O qədər çox insan var ki, mənim ətrafımda, mən konsultasiyalarda görürəm, analizlər edirik. Soruşsan deyir ki, yəni buraxmışam, bəli. Məsələn, bir karmik bir belə deyək, döngünün içərisindəydilər. Artıq hər iki partnyor anladı ki, tamam, biz artıq yəni alınmır. Məsələn, boşandılar. Hər kəsən çalışdı öz yoluna getməyə və s. Amma məsələn, baxırsan, partnyoru dindirirsən, hələ də ağlı oradadır ki, qoy, yəni bir şəkildə əvvəlki partnyoruna söz atır. Bir şəkildə, nə bilim, hər mövzunu o partnyora bağlayır ki, orada belə bir şey, o bunu, yəni hətta zarafatla belə olsa fərqi yoxdur. Zarafatla belə olsa bu göstərir ki, sizin hələ də orada bir narahatlığınız var. Yəni bu o deməkdir ki, siz hələ də bunu buraxmamısınız və buraxmamısınızsa, bu o deməkdir ki, hələ də ümumiyyətlə yeni bir təcrübəyə yer tam olaraq açmamısınız. Yəni burada buraxmaq və bağışlamaq hədsiz dərəcədə çox önəmlidir. Yəni bir insan məsəl üçün sizi artıq bezdirdi canınızdan, siz dediniz ki, tamam, mən səndən ayrılıram, bitdi.
Bu insan getdi, sizin hələ ki döngünüz orada bitmir. Sizin döngünüz o zaman bitir ki, siz bir-birinizi anlayırsınız, bağışlayırsınız və buraxırsınız. Bax, döngünüz o zaman bitir və yeni mərhələyə, yeni mərhələ sizin üçün həmin andan etibarən açılmağa başlayır. Bax, bunu da mütləq şəkildə xatırlayın. İndi digər bir sual, siz yenə də düşünə bilərsiniz ki, yaxşı, biz bəs karmik dərslərimizi necə bilə bilərik? Yəni, necə bilə bilərəm ki, məsələn, mənim hal-hazırki partnyorumla və yaxud da ki, hal-hazırki həyat yoldaşımla bu çətinliklərdən keçirəm və nələrdir bizim karmik dərslərimiz bərabər. Çünki insanın özünün özünə məxsus karmik dərsləri olur, öyrənməsi gərəkən partnyorunda olur və bu ikisi bu məntiqlə bir araya gəlir. Məsələn, biri tutaq ki, öyrənməlidir bir situasiyadan çıxmağı, hansısa bir şəkildə dərs almalıdır. Biri də dərs verən pozisiyada olmalıdır. Və bu kainat bu ikisini bir araya gətirir. Baxın, yəni riyazi məntiq dediyim orada dövrəyə girir. Və iki insanın da bir arada bir-birinə öyrətməsi gərəkən dərslər də ayrı olur. Yəni, bu da bizim ayrı bir karmik dərslərimiz olur. Və siz soruşsaz ki, bunu bilmənin ən yaxşı yolu nədir? Bir yol əlbəttə ki, hər kəs yəni münasibətinə baxıb aşağı-yuxarı təxmin edə bilər ki, biz birlikdə hansı dərslərdən keçirik. Yəni, bunlar daha çox maddiyyat üzərindədirmi? Bunlar daha çox, bilmirəm, hansısa, məsələn, üçüncü şəxslər bizim münasibətimizə çox müdaxilə edir. Bunlar bu istiqamətdədirmi? Yəni, bunu münasibətə baxanda aşağı-yuxarı təxmin etmək olur. Lakin ən sadə və ən qısa yolu, bunu mən demək olar ki, bir çox münasibətdə tətbiq etmişəm. Öz münasibətim də bunun içərisinə daxildir. Çünki bir şeyin əgər daha qısa yolu varsa, mən niyə onu etməyim? Ən rahat və ən qısa yolu analizlərdir. Yəni, partnyorunuzla məsələn uyum analizi, bunun numeroloji uyumu da var. Amma mənim son dövrlər daha çox favorim tale matrisidir. Səbəbi isə orada daha çox kodun olmasıdır. Rəqəmlər və s. daha çox olduğuna görə biz elə hətta matris çox böyükdür, amma ən bəsit, yəni 1-2 enerjiyə belə baxanda artıq biz bilirik ki, aha, bax, burada ən əsas məsələ nədir? Çünki bir çox münasibətə baxanda siz orada çoxlu ən qədər problem görmürsünüz. Siz orada bir dənə təməl problem görürsünüz və digər bütün problemlər baxırsınız ki, həmin o təməl problemin ətrafında yaranıb əslində. Yəni, sanki yara bir dənədir və həmin o yaranın ətrafında da başqa-başqa, yəni bir növ yara çoxalıb, ora-bura sıçrayıb. Amma əsas problem bir dənədir və həmin o əsas problemi biz məsələn matrisi açan kimi xəritədə, cütlüyün xəritəsində məsələn görə bilirik və bu o qədər faydalıdır ki, bununla bağlı məni danışdırsa səhərə qədər danışaram. Çünki hər dəfə kiminləsə seans edəndə, kiməsə analiz edəndə və s. deyəndə ki, onlara abas belə bir şey var və onların o üzündəki təəccüb və rahatlama hissini görəndə mən özüm də doğrudan da çox sevinirəm. Dediyim kimi, özünüz də münasibətinizi analiz edə bilərsiniz. Daha qısa yoldan gedib numeroloji və yaxud da ki, matris analizlərindən də istifadə edə bilərsiniz ki, baxa bilərsiniz ki, sizin partnyorunuzla və yaxud da evli olduğunuz şəxslə, belə deyək, karmanız, karmik nöqtələriniz nələrdir və onu biləndən sonra münasibətə, belə deyək, baxış açısı tamamilə dəyişir. Çünki artıq qarşı tərəfi çox daha yaxşı başa düşməyə başlayırsınız. Təbii ki, dediyim kimi, hər münasibət sona qədər davam etmək məcburiyyətində deyil. Bunun fərqindəliyi ilə bu işlərə bir növ addım atmağınızı məsləhət görürəm. Yox, əgər siz illa da deyəcəksiniz ki, yox, bu partnyor yox olsun. Mən bəzən olur xanımlarla seansda gedirəm, gəlirəm, eyni nöqtəyə gəlirəm ki, tamam, bax, səhərdən mənə sübut etməyə çalışırsan ki, sənin partnyorun bu qədər, yəni pis insandır. Sənə heç dəyər vermir, səni sevmir, sənə onu etmir, sənə bunu etmir. Tamam, bəs indi nə edək yaxşı? Bax, mən sənə sual verirəm. Və yenə də görürsən ki, qayıdır ki, ay xanım, bax, mənə filan şey eləmə. Deyirəm, bunları başa düşdüm, bəs sonra və görürəm ki, gətirib çıxarda bilmirik o nöqtəyə ki, haradakı deyir ki, tamam,
anladım ki artıq yəni bu sondur. Yəni mən bu partnyoru qulağından tutub vurub dəyişdirə bilmərəm. Onu nə bilim hansısa başqa formada dəyişdirə bilmərəm. Bu adam bunu etmək istəmirsə, demək ki mən başqa yolu seçmək istəyirəm. Demək ki bizim artıq yəni son nöqtəyə gəlib çatmışıq və mən artıq o qapıdan çıxmalıyam. Bax bu da düşünürəm ki daha fərqli formada cəsarət tələb edir. Bax belə, ümid edirəm ki sizin üçün faydalı bir video oldu. Əgər videonu bəyəndinizsə mütləq şəkildə bəyənin, şərhlərə yazın fikirlərinizi ki bu videonun ardını da biraz daha başqa mövzu ilə, yəni bu ay mart ayını sevgi mövzusuna həsr etmişik. Ardını da yenə də çəkəcəm sizlər üçün. Ümid edirəm ki faydalı bir video oldu. Gələn videolarda görüşənə qədər.